mən məsəl üçün bu dinə gəlmədən öncə mən də o cür başa düşürdüm. Elə bilirdim ki, dünyəvi məsələlər tamam fərqlidir. Hə, dini məsələlər fərqli. İnsanlar bu cür başa düşürlər ki, mən dünyəvi cəhətdən getməliyəm, işləməliyəm, ailəmə ruzi qazanmalıyam. Axşam da namazımı məsələn qılmalıyam. Bu mənim Allaha olan borcumdur. Lakin işləməyim, aləm üçün ruzi qazanmam dünyadır. Amma lakin əslində Əhl-i-Beyt hədislərini Samira xanım oxuduğumuz zaman bunun tamam fərqli olduğunu görürük. Bu əməlsiz alimlərin bizə dediyi sözlərdir. Əleyhissalam nə deyir? İşləmək ibadətdir. Bir kişinin öz ailəsi üçün çalışması, çalışma halında ölməsi belə hətta şəhidlikdir Əleyhissalam deyir. Deməli, bir kişi öz ailəsini saxlamaq üçün, bax o cəmiyyət üçün də, çünki ailədə bir cəmiyyətdir. O çalışırsa ailəsi üçün, bu o deməkdir ki, bu ibadət halındadır. İbadət sadəcə namaz, oruc, xümus, zəkat bunlar deyil. Bizim hər halımız Allah üçün və ya cəmiyyət üçün, insanlıq üçün, digər bir şəxs üçün, adi bir fərd üçün belə deyil. Hətta heyvanlar üçün belə elədiyimiz hər hansı bir yaxşılıq, xidmət